Birincisi, yumurtalıq hormonlara baxdıq. Bir baxaq görək, bu pasiyentin follikul yetişmir. Bir baxaq görək, bunun beyindən, beyindən salgılanan gonadotropin hormonlar var yerindəmi? Ya da ki, yumurtalığın özünün də problemi varmı? Yəni, mərkəzi mənşəlimi, periferik mənşəlimi, bir ona baxaq görək, nədə problem var? Birinci bu. İkincisi, birisi hipotiroidi, hipertiroidi, zob deyirik bizdə. El arasında zob xəstəliyi, sonsuzda gətirib çıxara bilər, bir ona baxaq. Minimal testlər deyirəm, baxın, burada minimal testlər, burada bütün analizlər istəyim yox. Ən azından bir TSH, BFSH, YK, tabii burada həm pasiyenti düşünmək lazımdır, həm laboratoriyanı düşünmək lazımdır ki, burada zərərə uğramayaq. Onlarda problem çıxsa, bəli, dərinləşdirə bilərik. D vitamini, hipovitamininiz olmasını istəmirik. Özəki hamilələrdə D vitamini, Azərbaycanda xanımlara baxsanız 90% özəki qış ayında D vitamini eksikliyi var. Mütləq D vitaminə baxılmalıdır. Burada məqsəd ana sağlam olsun. Hamilə qalanda da sağlam bəbək dünyaya gəlsin. Ananın dişi hissəsi tökülməsin. Bax, sonsuzlu pasientlərdə D vitamini bəli istəyirik. Yaşı çoxdursa AMH, antimüller hormonu istəyirik. Yaşı çoxdursa, görək yumurta rezervi necədir? Yəni, müalicəyə dəyərmi, dəyməzmi? Xəstəyə nə qədər bir şey verək, prosent garanti verək ki, mənim müalicəmin effekti nə qədər olar? Xəstə pasiyent bunu bilsin. Antimüller də dedik. Prolaktin hormonu, süd hormonu dediyimiz bir hormondur. Normalda bu anada süd gəlməni tənzimləyən bir hormondur, amma bəzən yerli-yersiz artır. Və onun artıqlığı follikul yetişmədə, hamilə qalmada müəyyən qədər problem yarada bilər. Ona görə prolaktin hormonuna baxılsa yaxşı olar. Və tüklənmə varsa pasiyentdə, tüklənmə varsa, məsələn, mütləq kişi hormonları dediyimiz testosteron, özəki sərbəst testosterona baxılmalıdır. Onda da problem varsa müalicə olunmalıdır. Özəki tüklənməsi və birdən-bir kökəlməsi olan pasiyentlərdə böyrəküstü vəzin hormonlarından, bir neçə hormonlarından bizə baxılsa yaxşı olar. İndi mən adlarını bir-bir çəkməyim, onsuz da bizi izləyənlər hormonların adını bilmir. Ondan sonra, amma prolaktini bilirlər, eşidiblər, zobu bilirlər, ona görə. Onlar da rahatdır. Antimüller hamı bilir. Məsələn, sonsuz xəstələr deyil, pasiyent məndən öncə deyir ki, mənim AMH-ım bu qədərdir ki, onu əzbərə bilirlər. Ondan sonra, tabii, bəlkə xəstəni sorğuluruq, məsələn, qan azlığı varsa, qan analizi ən azından baxıla bilər. Sidik yolları infeksiyonu, bəli, baxıla bilər. Çünki sidik yolu infeksiyonu bəzən ginekolojik infeksiyonlarla bərabər ola bilər. Bayaq dediyim kimi, manto testdə əgər endometriumik qalınlaşma getmişsə, pasiyentdə borular bağlıdırsa, bəli, ailə sorğulanır, şimdi qoxumlarda olubmu, olmayıbmı, dəqiq bir sorğulanır. Çox vaxt pasiyentlər bunu gizlətməyə çalışır, mən bir də qeyd edim, bayaq manto testi dedim, orada demədim. Yəni, soruşuram, ailədə varmı, bunu mənə dəqiq deyin. Bax, bu sizin filan, beşmikan. Ən son bir də görürsünüz, hamilə qalır, ay ki, mən sizə, axı, ölüm riski var. Mən sizə deməmişdim, mənim ailəmdə filan vaxtı vərəm olubdur. Onda açılır sandıq, tökülür pambıq, belə bir şey var. Mən düzdür, manto testinə falan göndərəyəm pasiyentləri. Ona görə həkimdən çalışıb çox şey gizlətməmək lazımdır. Elə bilər ki, vərəm olsa, biz onu qəbul etməyəcəyik. Halbuki vərəm sağlanan bir xəstəlikdir, müalicəsi var. Sonra testləri qaldı, böyrəküstü vəzin dedik, D vitamini dedik, insulin dirənci. Bəli, insulin dirənci nə üçündür? Pasiyent əgər sürətli kökəlmə gedir, yağ toxusu çoxdursa, insulin dirəncinə baxılmalıdır. İnsulin dirənci, bəli, qüsuru bir dövran yaradır, follikul yetişməsinin müəyyən qədər qarşısını alır, ondan sonra kökəlmə, davam filan, insulin dirəncinə də baxmaq lazımdır. Lazımdırsa şəkərinə də baxmaq lazımdır, şəkər xəstəliyi varmı, yoxmu, bir sorğulanmalıdır. Yadıma düşən hormonlardan sonra. Hələ, bu minimal bizim hormonal testlərimizdir. Gələn kimi həkim folturşuma, B12-mə, bunların hamısını istəyə bilmirik. Təbii istəyərik. Burada həm laboratuarı düşünmək lazımdır, həm də pasiyent əgər özəl klinikalara müraciət edirsə, pasiyentin cibini də düşünmək lazımdır ki, sonra məmnun qalsın. Həm pasiyent məmnun qalsın, dövlət klinikalarında da mütləq laboratoriya əlavə analizlər göndərib onları da yükə salmaq olmaz.